Hər vaxtınız xeyir, hörmətli dinləyicilər və bizi daha sonra Dalğa FM-in YouTube kanalında izləyəcək tamaşaçılar. Efirdə Zəfər yolu verilişidir. Həftənin hər çərşənbə günü 1 saat ərzində Qarabağ və Şərqi Zəngəzurdan danışacağıq. Verilişimizin qonaqları ilə bu istiqamətdə müxtəlif müzakirələr aparacağıq. Aparıcınız mənəm Şəlalə Qaşirnova. Bugünkü verilişimizin qonağı isə Milli Məclisin deputatı Cavanşir Feyziyevdir. Salam Cavanşir bəy, xoş gəlmisiniz. Salam, sizi və dinləyicilərinizi salamlayıram. Çox sağ olun. Məlum olduğu kimi Prezident İlham Əliyev Əbu Dabi şəhərində Ermənistanın baş naziri Nikol Paşinyanla görüşdü və tərəflər söhbət zamanı bir neçə vacib məqama toxundular. İlk olaraq bu görüşü şərh eləyərdik zəhmət olmasa. Bəli, yenicə başa çatmış görüşdən sonra onu deyə bilərik ki, bu da elə əslində sizin verilişin adınıza uyğun olaraq Zəfər yolunun bir hissəsidir. Yəni biz zəfərimizi döyüş bölgəsində, döyüş cəbhəsində başa çatdırmışıq. İndi diplomatik müstəvidə zəfərlərimiz davam edir və əgər xatırlayırsınızsa belə bir görüş keçən ilin iyul ayında olmuşdu. Bəli. Ermənistan baş naziri ilə cənab prezidentin arasında elə Abu Dhabi'də və bu ikinci belə bir görüşdü. Və həmin görüşdən sonra 8 avqust Vaşinqton görüşü reallaşdı və bu görüşdən sonra da Amerika Birləşmiş Ştatlarının vitse-prezidentinin bölgəyə səfəri gözlənilir və növbəti dəfə Amerika, Azərbaycan və Amerika, Ermənistan görüşləri baş tutacaq. Və bütün bunlar sonda Azərbaycan və Ermənistan arasında münasibətlərin tənzimlənməsini hədəfləyən sülh prosesinin tərkib hissələridir. Və bu hadisələr sülh müqaviləsinin imzalanmasına doğru aparır. Və artıq nə Ermənistan cəmiyyətində, nə Azərbaycan cəmiyyətində elə bir şübhə yoxdur ki, Azərbaycan tərəfindən qarşıya qoyulan məqsədlər həyata keçməsin. Onun böyük bir hissəsi artıq həyata keçib, istər böyük qayıdış sahəsində, istər sülh danışıqları sahəsində və arxada qalan, geridə qalan bir neçə prosedur qaydalarından sonra Bəli. İki ölkə arasında sülh müqaviləsi imzalanacaq, diplomatik münasibətlər bərpa olunacaq və ondan sonra əlbəttə daha geniş miqyasda iqtisadi, ticarət əlaqələri də canlanacaq. Bu istiqamətdə həm Azərbaycan hökumət tərəfindən, həm Ermənistan hökumət tərəfindən işlər demək olar ki, sinxron qaydada aparılır. Əlbəttə burada bəzi fərqlər də var. Azərbaycan öz irəli sürdüyü təşəbbüslərdə, həyata keçirdiyi proqramlarda müstəqildir, sərbəstdir. Ermənistanda bu sərbəstlik yoxdur. Çünki Ermənistanda bəzi layihələrin həyata keçirilməsi təkcə Ermənistanın özündən asılı deyil. Məsələn, elə Zəngəzur dəhlizinin reallaşması ilə bağlı layihəyə gələndə Azərbaycan öz ərazisində dəmir yolunu və avtomobil yollarını çəkib artıq Ermənistan sərhədinə qədər aparıb. Eləcə də hazırda Naxçıvanın ərazisindən keçəcək dəmir yolu, avtomobil yolları layihələr həyata keçirilməkdədir. Türkiyədən də şərqə doğru, yəni Naxçıvana doğru, Ermənistana və Naxçıvana doğru dəmir yolunun çəkilməsinə başlanıb, avtomobil yolunun çəkilişinə başlanıb, amma Ermənistan ərazisində bu işlər hələ başlanmayıb. Bu bir tərəfdən Amerika Birləşmiş Ştatlarının irəli sürdüyü Trump marşrutunun layihələndirilməsi işləri ilə bağlıdır. Digər tərəfdən isə Ermənistan dəmir yolları Ermənistanın özünə məxsus deyil. Rusiyaya məxsusdur. Bu müəyyən çətinliklər yaradır. Elə bu günlərdə erməni mətbuatında gedən bəyanatlardan, açıqlamalardan da belə aydın olur ki, Ermənistan Dəmir Yolları Nazirliyi, Rusiya Dəmir Yolları Nazirliyi danışıqlar aparır ki, Ermənistan ərazisindən keçəcək dəmir yollarının bərpa olunması və ya təmir olunması və ya yenidən qurulması barədə hələ danışığa başlamağa hazırlaşırlar. Yəni asılıdırlar ondan. Bəli, asılıdırlar çünki infrastruktur özü Rusiyaya məxsusdur bir mülkiyyət kimi. Ermənistanın ərazisindəki bütün dəmir yolları Rusiyanın mülkiyyətidir. Və bu çətinlik yaradır, problem yaradır. Yəni bunu deməkdə məqsədim o ki, bu sadəcə bir məsələdə hələ. Amma başqa digər məsələlər də var da, iqtisadi ticari əməkdaşlıq müstəvisində də Ermənistanın üçüncü qüvvələrdən asılılığı davam edir və o baxımdan bu münasibətlərin tənzimlənməsi nisbətən ləngiyə bilər. Amma bunun tamamilə
həyata keçəcəyinə və sonda münasibətlərin tam şəkildə tənzimlənəcəyinə heç bir şübhə yeri yoxdur. Cavanşir bəy, biz hazırda qısa bir reklam fasiləsinə ayrılaq, daha sonra yenidən Zəfər yol verilişinə davam edəcəyik. Dalğa FM-ə yeni qoşulan dinləyicilərimizi salamlayırıq. Qeyd edeyim ki, Zəfər yolu verilişindəsiz. Verilişimizin bugünkü qonağı Milli Məclisin deputatı Cavanşir Feyziyevdir. Cavanşir müəllim, bugünə qədər təqvimdə bir çox tarixi hadisələrin şahidi olmuşuq. Xüsusilə də 2020-ci il 27 sentyabr tarixindən. Sülh müqaviləsinin imzalanması yolunda keçirilən əsas görüşlərdən biri isə ötən ilin avqustun 8-də baş tutdu. Bizi Vaşinqtona sülh müqaviləsinin paraflanmasına aparan yola nəzər salaq zəhmət olmasa. Yəni necə baş verdi? 8 avqust görüşü əslində belə tarixi bir görüş adlandırmaq olar. Çünki bu doğrudan da talih yüklü bir məsələ idi və oldu Azərbaycan tarixində. Əgər ondan bir qədər keçmişə uzaqlaşsaq həmin tarixdən, Amerika Birləşmiş Ştatları ilə Azərbaycan arasında münasibətlər həmişə hamar olmayıbdır. 92-ci ildə Azərbaycan torpaqları işğala məruz qaldığı bir zamanda Amerika Konqresi Azərbaycana qarşı sanksiya tətbiq edib. Yəni bu heç kimin ağlına gələ bilməyən, heç kimin inana bilməyəcəyi bir addım idi ki, Amerika Konqresi atdı. Çünki o zaman Sovet İttifaqı yeni ləğv olmuşdu və insanlarda Qərb dünyasına, bütövlükdə Qərb demokratiyasına, Qərb dəyərlərinə böyük bir inam vardı. Çünki artıq o ərəfədə, yəni SSR-nin son 10 illiyində Qərb dəyərlərinin mahiyyəti izah olunurdu müxtəlif mənbələrdə və insanlar daha çox, yəni perestroika başlayandan sonra SSR-nin dünya ilə sərhədləri yumşalandan sonra insanlar daha çox məlumat almağa başladılar və dünyada nələrin baş verdiyini, real olaraq nələrin baş verdiyini öyrənməyə başladılar. Və belə bir təsəvvür yarandı ki, Qərb dünyası ədalətli, demokratik bir sistemdir və ona görə bu müharibə başlayanda Azərbaycana qarşı, Azərbaycanda demək olar ki, hamı bir nəfər kimi Qərb demokratiyasına, Qərb dəyərlərinə inanırdı. Və biz Qərb dəyərləri deyəndə də əlbəttə bu məfhumun başında Amerika Birləşmiş Ştatlarını nəzərdə tuturduq. Və ona görə Amerika Birləşmiş Ştatları Azərbaycanın torpaqları işğala məruz qaldığı halda Azərbaycana sanksiya tətbiq etməsi doğrusu çox böyük bir çaşqınlıq və ümidsizlik yaratdı Azərbaycan cəmiyyətində. Və bu həm mənəvi psixoloji nöqteyi nəzərdən çox ağır idi bunu qəbul etmək. Həm də hərbi siyasi nöqteyi nəzərdən. Yəni biz işğala məruz qalmış ölkəyik, torpaqlarımız işğal olunub və kimin necə, hansı vasitələrlə işğal etdiyi də məlumdur. Hamı bilirdi ki, müharibə Ermənistanla Azərbaycan arasında deyil. Hamı bilirdi ki, Azərbaycan ona görə cəzalanır ki, SSR-nin süquta uğramasında, müstəqilliyin əldə olunmasında aparıcı rol oynayıbdır. Yəni SSR-nin dağılması Azərbaycanda baş verən hadisələrdən, xüsusilə də 20 yanvar hadisəsindən sonra sürətləndi. Və ona görə də və torpaqlarımızın işğal olunması bizim 20 yanvar cəhdimizə, bizim imperiya mərkəzinə qarşı apardığımız mübarizəyə cavab olaraq işğal müharibəsi olduğunu biz elə düşünürdük ki, Amerika bilir və realda da bilirdilər, amma biz o zaman təsəvvür etmirdik ki, lobby təşkilatı nə olan şeydir, lobby təzyiqi nə olan şeydir və yaxud pragmatik siyasət nə deməkdir. Biz inanırdıq ki, siyasət ədalətli olmalıdır, əxlaqlı olmalıdır və s. Təəssüf ki, daha sonralar aydın oldu ki, yox, bu belə deyil, siyasət bir oyundur. Burada ən yaxşı oynayan sonda uduşda qalan tərəf olur. Yəni və bu siyasi oyunlardan başı çıxmayan o zamanki Azərbaycan hökuməti hər addımda udurdu. Həm torpaqlarımızı itirirdik, həm siyasi müstəvidə biz mövqelərimizi get-gedə itirirdik və odur ki, sonda ölkəmizin 20% işğal olunandan sonra artıq
qalan hissədə regionlar arasında artıq bölücülük fəaliyyəti başladı. Bu da Ermənistanın vasitəsilə Qərbin və Rusiyanın digər güc mərkəzlərinin Azərbaycana qarşı apardığı qlobal oyunun tərkib hissələri idi. Və yalnız onu kim başa düşə bilərdi? O zaman əlbəttə aydın məsələdir ki, uzun müddət SSR-nin rəhbərliyində çalışmış Heydər Əliyev və onun hakimiyyətə gəlişi Azərbaycanı xilas etdi və Amerika ilə ilk münasibətləri də ondan başladı. Onun Amerika prezidentləri ilə o zamanki görüşləri, Azərbaycanı təqdim etməsi, onlara tanıtması və eyni zamanda onlarda Heydər Əliyev şəxsiyyətinə olan bir xüsusi bir münasibət, maraq Azərbaycanı həm Amerikaya, həm də bütövlükdə Qərb dünyasına tanıtdı. Və sonraki keçən 30 ilə yaxın bir vaxtda indi bu səhvin necə aradan qaldırılmasına getdi, həsr olundu və əlbəttə İlham Əliyevin prezidentliyi dövründə Amerika Birləşmiş Ştatları ilə çox saylı müsbət dinamikalı əməkdaşlığımız olubdur, xüsusilə Əfqanistanla bağlı, terrorçuluğa qarşı mübarizə ilə bağlı. Bir çox digər sahələrdə əməkdaşlığımız olubdur. Hətta o Konqres tərəfindən qoyulmuş sanksiyaya baxmayaraq, illərlə bu sanksiyanın fəaliyyəti dayandırılıb Amerikanın müxtəlif prezidentləri tərəfindən. Yeganə dayandırılmayan il Bidenin hakimiyyətdə olduğu illər oldu ki, o da birbaşa ermənipərəst qüvvə olduğu üçün özü, şəxsi onun inamı, simpatiyası ermənilərə qarşı vardı həmişədən. O hətta senator olduğu zamanlardan və o bunu prezident olduğu zamanda da bir daha nümayiş etdirdi. Yəni bütün bunları deməkdə biraz uzaq tarixdən başlamaqda məqsədim o ki, Azərbaycan-Amerika münasibətləri bu gün hamı üçün əlbəttə xoşdur, amma bunu bayram kimi hesab edir. Amma buna gəlib çıxmaq heç də asan olmayıbdır. Amerika Birləşmiş Ştatlarının vaxtilə Heydər Əliyev tərəfindən Azərbaycan iqtisadiyyatına cəlb olunması, neft strategiyasını Amerika tərəfindən dəstəklənməsi, eləcə Traseka layihəsinin Amerika tərəfindən dəstəklənməsi, bütün bunlar o zaman Heydər Əliyevə görə idi. Sonraki illərdə artıq İlham Əliyevin bunu çox bacarıqla davam etdirməsi artıq Amerika Birləşmiş Ştatlarının Azərbaycanı daha da yaxınlaşdırdı münasibətləri. Və nəhayət Donald Trump'ın vaxtında bu münasibətlər demək olar ki, bir dəfəlik qərəzdən təmizləndi. Ən azından açıq qərəz yoxdur Azərbaycana qarşı. Və məhz bu münasibətlər ona əsas yaratdı ki, Donald Trump belə bir təşəbbüsdə bulundu. Məsələn, dünyada indi 150-yə yaxın belə bir münaqişə var, amma onların hamısında Donald Trump vasitəçilik etmir ki, və yaxud onların hamısı və deyərdim ki, heç biri bu şəkildə başa çatmadı. 150-yə yaxın münaqişədən son illər ərzində yalnız biri həll olunub, o da Qarabağ münaqişəsidir. Və demək ki, və baxmayaraq ki, 150 münaqişə içində bəlkə də ən mürəkkəbi elə Qarabağ münaqişəsi idi. Amma ona baxmayaraq Qarabağ münaqişəsi həll oluna bildi. Qısa müddətdə? Qısa müddətdə, 44 gün içində, amma digər münaqişələr həll olunmadı. Çünki bizim yanaşmamız, Prezident Əliyevin bu münaqişənin həllinə yanaşması çox unikal şəkildə fərqlənir başqa yanaşmalardan. Biz həmişə demişik ki, bu münaqişənin sadəcə sülh yolu ilə həlli yoxdur. Amma bütün dünya bizi inandırmaya çalışır ki, bunun qeyri-sülh yolu yoxdur güya. Amma biz sübut etdik ki, yox, var. Hərbi siyasi yolu da var. Yəni təkcə siyasi yol deyil, hərbi siyasi yolu da var və həmin yolla da biz öz münaqişəmizi, öz problemimizi həll etmiş olduq. Və ona görə Qarabağ münaqişəsinin həlli bütövlükdə bugün dünyada mövcud olan bütün münaqişələrin həlli üçün bir presedentdir, bir örnəkdir, dərsdir ki, onun düzdür, müxtəlif münaqişələrin mahiyyəti fərqli ola bilər. Amma bu münaqişənin həllində istifadə olunan bir çox üsullar, vasitələr, digər münaqişələrin həllində də faydalı ola bilər. Və bugün artıq Amerika Birləşmiş Ştatları birinci şəxs qismində bütün dünyaya bəyan edir ki, Azərbaycan onun ən çox sevdiyi və dəstəklədiyi bir ölkədir.
və bu Azərbaycan tərəfindən aparılan çox incə və mahir siyasətin nəticəsidir. Keçən ilin 8 avqustunda sülh müqaviləsinin paraflanması məhz Amerika Birləşmiş Ştatları prezidentinin şəxsi təşəbbüsü və iştirakı ilə bu həm də bir dünyaya bir mesaj idi, dünyaya göstərmək idi ki, Donald Trump bu bölgədə münaqişənin başa çatmasını necə sponsorluq edir, necə onu istiqamətləndirir və yaxud zəmanət rolunu oynayır. Şübhəsiz ki, Donald Trump'ın iştirak etdiyi və özünün irəli sürdüyü təşəbbüs əsasında paraflanmış bir sənədi pozmağa digər oyuncuların, məsələn İranın, Rusiyanın, Avropanın, Çinin, digər hər hansı bir güc mərkəzinin artıq cəsarəti çatmaz. Çünki o zaman onlar Donald Trump'la üzləşməlidir, bizdən yox. Bəli. Və məsələni bu formata gətirib çatdırmaq bu Azərbaycanın apardığı siyasətin nəticəsidir. Donald Trump sadəcə zamanında əlverişli şəraitdə və əlverişli şərtlərlə bu prosesin içinə daxil olan bir siyasi liderdir. Və bu siyasi liderin bu prosesdə iştirakı bizim sülh müqaviləsinin mütləq şəkildə həyata keçəcəyinin bir zəmanəti oldu. Və bu proseslərin bu şəkildə həm ağrılı getməsi, həm də sonda uğurla nəticələnməsi bizə onu deməyə əsas verir ki, gələcəkdə nəinki Ermənistan-Azərbaycan münasibətləri bu müqavilə əsasında tənzimlənəcək, eyni zamanda Azərbaycan-Amerika münasibətləri də yeni bir inkişaf səviyyəsinə qalxmış oldu. İndi 907-ci düzəlişin tamamilə bir dəfəlik ləğv olunması haqqında məsləhətləşmələr aparılır. Eyni zamanda Amerika Birləşmiş Ştatları ilə Azərbaycan arasında strateji tərəfdaşlıq xaritasının mətni hazırlanır. Yəni bu çox böyük hadisədir, çox böyük tarixi və siyasi bir hadisədir. Azərbaycan və Amerikanın miqyaslarını müqayisə etmək mümkün deyil. 86 min kvadrat kilometr və 10 milyon əhali ilə və 300 milyondan artıq əhalisi olan və 20 trilyondan artıq ümumdaxili məhsulu olan Amerika Birləşmiş Ştatları heç bir şəkildə, heç bir parametrlər üzrə müqayisəyə gəlməz. Amma bir şeydə müqayisə oluna bilər, siyasətdə. Siyasətdə Azərbaycanın apardığı siyasətlə Amerika Birləşmiş Ştatlarının apardığı siyasət eyni dərəcədə dəqiqdir, eyni dərəcədə kəsərlidir və eyni dərəcədə həyatidir. Yəni bu siyasət sonda qarşıya qoyulan məqsədlərə nail olunmasına gətirib çıxarır. Necə ki, biz öz məqsədimizə nail olduq və qarşıda duran məsələlərdə də nail olacaq, buna heç şübhə yoxdur. İndən sonraki dövrdə Amerika Birləşmiş Ştatları Azərbaycan arasında bu strateji tərəfdaşlıq xaritası da qəbul olunandan sonra əminəm ki, bütün sahələrdə, ticari, iqtisadi sahədə, mədəni əlaqələr sahəsində, xüsusilə süni intellekt sahəsində, texnologiyaların inkişafı və qarşılıqlı şəkildə mübadiləsi sahəsində çox mühüm layihələr həyata keçiriləcək, birgə fəaliyyətlərin şahidi olacaq və o cümlədən hərbi əməkdaşlıq sahəsində. Aydın məsələdir ki, dünyanın ən qüdrətli ordusu Amerika Birləşmiş Ştatlarına məxsusdur və Amerika Birləşmiş Ştatlarının hərbi qüvvələri ilə Azərbaycan hərbi qüvvələri arasında birbaşa qarşılıqlı əməkdaşlıq şübhəsiz Azərbaycan ordusunun həm nüfuzunu artırır, həm onun hərbi potensialını artırır, hərbi vərdiş və bacarıqlarının cilalanmasına xidmət edir və bu şəkildə Azərbaycan artıq özünün milli maraqlarına uyğun olan siyasəti dünyanın hər yerində həyata keçirməkdə daha güclü olur. Və ona görə bir sözlə yekunlaşdırsaq, biz bu Azərbaycan-Amerika münasibətlərinin təkamül yolunu son 30 il, 35 il ərzində biz deyə bilərik ki, elə bu özü də bir şəkildə zəfər yoludur. Çünki biz sanksiya qoyulmuş dövlətdən indi az qala müttəfiq dövlətlər statusuna qədər çox ziddiyyətli, çox gərgin, amma çox uğurlu bir yol keçmişik. Bu özü də böyük bir zəfərdir. Münasibətlərin ən yaxşı dövrü adlandıra bilərik 8 avqust tarixini. Şübhəsiz. Ümumiyyətlə bizim
bütün tariximizdə Aha. Azərbaycanın Amerika Birləşmiş Ştatları ilə münasibətlərinin ən yüksək səviyyədə olduğu zamanı yaşayırıq. Aha. İndi isə sadəcə bir reklam fasiləsinə ayrılırıq. Bir reklamdan sonra yenidən studiyadayıq. Dalğa FM-ə yeni qoşulan dinləyicilərimizi salamlayırıq. Xatırladaq ki, Zəfər yolu verilişindəsiz. Verilişimizin bugünkü qonağı Milli Məclisin deputatı Cavanşir Feyziyevdir. Cavanşir müəllim, biz Amerika Birləşmiş Ştatları və Azərbaycan münasibətlərindən danışdıq və 8 avqust tarixi sadəcə Ermənistan-Azərbaycan münasibətlərinə yeni yol açmadı. Həmçinin dediyiniz kimi Amerika Birləşmiş Ştatları ilə Azərbaycan münasibətlərində də önəmli bir tarix rolunu oynadı. Cavanşir müəllim, Prezident İlham Əliyev yanvarın 5-də yerli televiziya kanallarına verdiyi müsahibəsində bildirmişdi ki, Qarabağ və Şərqi Zəngəzurda artıq yeni üsuli idarə nəzərdə tutulub və hazırda da tətbiq edilir. Bu üsuli idarənin digər idarə üsullarından fərqi və əhəmiyyəti nədir? Bəli, bu məsələ bəzən mətbuatda çox fərqli şəkildə şərh olunur. Aha. Bu barədə bir neçə dəfə mənə suallar verilib və sualların mətnindən görürəm ki, jurnalistlər bəzən bunu bir reallığa uyğun olmayan şəkildə qavrayırlar. Aha. Əslində bu idarəçilik, yerli idarəçiliyin təkmilləşdirilməsi deməkdir. Aha. Yəni Azərbaycan öz müstəqilliyini bərpa etdikdən sonra bəlli bir idarəçilik üsulu tətbiq olunmağa başlayıb. İllər boyunca əlbəttə müəyyən detallar, elementlər təkmilləşdirilib, dəyişdirilib, zamana uyğun olaraq, tələbata uyğun olaraq və s. Amma sonda o da aydındır ki, həyat bir yerdə dayanmır, həyat həmişə inkişafdadır və həm cəmiyyətin tələbləri dəyişir, həm dünyada gedən proseslər daha çevik qərar qəbul etmək zərurəti yaradır. Aha. Və bu çevik şəkildə və əlverişli, necə deyirlər, rasional qərar qəbul olunması təkcə mərkəzi idarəçilik orqanlarına aid deyil, eyni zamanda yerli idarəçilik orqanlarına aiddir. Aha. Ümumiyyətlə, dünyada belə bir tendensiya gedir ki, həddindən artıq mərkəzləşdirmə inkişafı ləngidir. Ona görə də qorizontal üzrə hakimiyyətin bölüşdürülməsi və yerli idarəçilik orqanlarının gücləndirilməsi bu gün daha önəmlidir və inkişafın sürətlənməsinə xidmət edə bilər. Və bu baxımdan yerli idarəçilik orqanlarına daha çox səlahiyyət verilməsi tamamilə təbiidir və başa düşüləndir. Məsələn, son illərə qədər yerli icra hakimiyyəti aparatlarında çox böyük fəaliyyət dairəsi o aparatların əlində cəmləşdirilmişdi. Lakin son, deyək ki, 5-10 il arasında artıq müxtəlif eksperimentlər həyata keçirilir, müxtəlif yeniliklər tətbiq olunur. Məsələn, bütün mərkəzi icra orqanları, mərkəzi icra orqanları deyikdə biz hökumət qurumlarını nəzərdə tuturuq. Nazirliklər məsələn, dövlət agentlikləri və s. Bunlar özlərinin regional mərkəzlərini yaradıblar. Bəli. Amma daha əvvəl, indi regional mərkəzlərin həyata keçirdiyi funksiyalar hər bir bölgənin, hər bir rayonun icra hakimiyyətlərində cəmləşmişdir. Aha. Və bu həddindən artıq yük, yəqin ki, geniş bir sistem yaradır. Yəni, təsəvvür edin ki, hər rayonun məsələn, özünün bir maliyyə idarəsi var və yaxud təhsil idarəsi var. Bir də var ki, 8 rayonun, 7 rayonun, 10 rayonun bir maliyyə idarəsi var və o birbaşa maliyyə nazirliyi ilə işləyir. Amma icra hakimiyyətlərinin nəzdində çalışan müxtəlif qurumların təmsilçiləri, istər maliyyə, istər digər vergi və s. digər qurumlar, bu kifayət qədər çox böyük aparatdır. Və idarəetmə aparatı nə qədər geniş və çox saylı bürokratlardan ibarət olursa, o qədər necə deyim ki, məmurların xətrinə dəyməsin, o qədər keyfiyyətsiz olur sonda göstərilən xidmət. Dəyməz xətirlərinə. Biz bunu keçən, məsələn, 20-25 ilin təcrübəsində gördük və ona görə də belə islahatların aparılmasına ehtiyac yarandı. Deməli, bu fəaliyyətlərin tənzimlənməsi mərkəzi icra orqanlarının regional mərkəzlərinə
həvalə olundu. Əvəzində icra hakimiyyətləri nəzdində fəaliyyət göstərən fərqli istiqamətlər üzrə fəaliyyət aparatları ləğv olundu. Aha. Bu dünyanın bir sıra ölkələrində də tətbiq olunan bir metoddur və xüsusilə inkişaf etmiş ölkələrdə belə bir metodologiya var. Məsələn, İsveçrədə cəmi 7 nazirlik var. 6 və ya 7, səhv etmirəmsə də. Yəni 7-dən çox deyil, ya 6-dır, ya 7. Və bütün fəaliyyət növləri, bütün sahələrdə fəaliyyət növləri həmin 6-7 nazirlik tərəfindən çox sakit, rahat, heç bir münaqişəsiz, plansız öz həllini tapır. Və hamıya da məlumdur ki, İsveçrə dünyada həyat səviyyəsi ən yüksək olan ölkələrdən biridir. Bəli. Və bəzi illərdə hətta birinci də olur. Aha. Ona görə bu istiqamətdə aparılan islahatlar səmərəli islahatlardır və vətəndaşlarımız qısa bir müddətdə bunun faydasını görəcəklər. Və artıq görünməkdədir əslində. İndi istər məsələn təhsil sahəsində olsun, istər digər kənd təsərrüfatı sahəsində, yəni bütün mərkəzi icra orqanlarının regional bölmələri daha səmərəli nəticələr göstərir. Nəinki daha əvvəlki illərdə onların daha çox sayda nümayəndələri vardı icra hakimiyyətləri tərkibində, amma nəticə daha zəif idi və daha az idi. Ona görə bu artıq özünü isbat etmiş bir islahatdır və bu islahatları indi daha geniş şəkildə işğaldan azad olunmuş ərazilərdə, bərpa olunan ərazilərdə Cənab Prezident tətbiq edir və orada Prezidentin xüsusi nümayəndəsi institutunun fəaliyyətə başlaması və onunla paralel olaraq mərkəzi icra orqanlarının regional nümayəndəliklərinin fəaliyyətə başlaması və məhz bu kimi islahatlar orada gedən işlərin sürətini artırır. Baxın, cəmi 5 il keçib torpaqların azad olunmasından, amma görün orada o ərazidə, Şərqi Zəngəzurda və Qarabağda görülən işlərin həcmi ilə ölkənin başqa bölgələrində görülən işlərin həcmi müqayisə edilməz dərəcədə fərqlidir. Bəli. Bu qədər infrastruktur layihələrinin həyata keçirilməsi, bu qədər yaşayış binalarının tikilməsi, hələ minalardan o ərazilərin daha əvvəl təmizlənməsi, su, elektrik enerjisi, qaz, bu kimi təminatların yerinə gətirilməsi, çəkilməsi, təmin olunması, bütün bunlar çox böyük işlərdir, çox böyük həcmli işlərdir. Həm maliyyə tutumu baxımından böyük həcmli, həm fiziki cəhətdən böyük həcmli işlərdir. Baxın, nə qədər bölgələr arası, şəhərlər arası yollar çəkilib. Qarabağ və Şərqi Zəngəzurda. Nə qədər yeni kəndlər, qəsəbələr, şəhərlər salınıb. 3 beynəlxalq hava limanı tikilib. 3 beynəlxalq hava limanı tikilib. Neçə dənə su elektrik stansiyası fəaliyyətə başlayıbdır. Su hövzələri bizim Azərbaycanın ən böyük su ehtiyatları elə Şərqi Zəngəzur və Qarabağ bölgəsindədir. Və onların azad olunması əslində Azərbaycanın gələcək həyatı üçün çox böyük önəm daşıyan məsələlərdir. Çünki Azərbaycanın şərq tərəfi xüsusən, yəni paytaxtın yerləşdiyi ərazi daha çox susuzluqdan əziyyət çəkən və mərkəzi Aran bölgəsi o cümlədən daha çox susuzluqdan əziyyət çəkən bölgələrdir və bizim ən böyük su ehtiyatlarımız elə Qarabağ ərazisindədir və onların hamısının təmizlənməsi, yenidən qurulması, 30 il ərzində darmadağın edilmiş yolların, kəndlərin, şəhərlərin bərpa olunması, bütün bunlar çox böyük vəsait və çox böyük güc tələb edir. Yəni iqtisadi güc, fiziki güc eyni zamanda. Və bütün bunların bir növ daha sürətli həyata keçməsinin səbəbi də elə, bir səbəblərdən biri də elə bu islahatların orada ilk olaraq tətbiq olunmasıdır. Ona görə düşünürəm ki, bu kimi dəyişikliklər, islahatlar heç kimi narahat etməməlidir. Əksinə bizim vətəndaşlarımızı sevindirməlidir ki, bu kimi islahatlar digər bölgələrdə də tezliklə tətbiq olunsun və daha müasir idarə etmə üsuluna keçə bilək. Cavanşir müəllim, biz istəyərdik biraz da Zəngəzur
dəhlizinin əhəmiyyətindən danışaq. Zəngəzur dəhlizi region ölkələri arasında iqtisadi əməkdaşlığa necə təsir eləyəcək və orta dəhliz marşrutunda hansı rol oynayacaq? Bu barədə danışmaq istəyərdik. Zəngəzur dəhlizi ümumiyyətlə təkcə onun əhəmiyyəti təkcə Azərbaycanla və ya regionla məhdudlaşmır. Biz əlbəttə bizim üçün ən önəmli məsələ Zəngəzur dəhlizinin irəli sürül tələbinin irəli sürülməsində Azərbaycanın Naxçıvanla birləşməsi idi ki, bu tarixi ədalətsizliyə son qoymaq idi. Amma hadisələrin sonraki gedişi göstərir ki, Zəngəzur dəhlizi təkcə Azərbaycan-Naxçıvan birləşməsi deyil. Zəngəzur dəhlizi daha böyük əhəmiyyət kəsb edir, həm regional, həm qlobal müstəvidə. Bəli. Bu Azərbaycan müstəvisindən kənarda ilk növbədə Türk dünyasının birləşməsi deməkdir. Yəni Türk dünyasının ən ucqar nöqtəsi olan Qırğızıstandan tutmuş, hətta Saxa-Yakutiyadan tutmuş, Uyğuristandan tutmuş, Türkiyəyə qədər bütün ərazidən quru yolla bir-birinə gedib gəlmək imkanı yaradır. Zəngəzur dəhlizi. Yəni bu yeganə bir segmentdir ki, 20-ci illərdən, yəni Sovet rejimi qurulandan sonra bütün Türk zolağını parçalamaq üçün bu bölgəni, Zəngəzur bölgəsini Ermənistana vermişdilər. Bu beynəlxalq imperializmin Türklərə qarşı, dünya türklüyünə qarşı ən böyük, deyərdim, irticasının həyata keçirilməsi idi. O zaman Zəngəzurun Azərbaycandan qoparılıb Ermənistana verilməsi. Bu baş verib 100 il əvvəl. 100 il sonra Azərbaycan onu bərpa etdi. Düz 100 il, 1920-ci il və 2020-ci il. İndi 20 deyil, deyək ki, 22-də, 23-də bu söhbətlər artıq başladı, 20-ci ildən elə, amma deyək ki, 26-27-ci illərdə bu tam şəkildə həyata keçəcək. Yəni təxminən 100 il ərzində biz Türk dünyasının məhz bu segmentdə parçalandığının şahidi olduq. Və bu segmentin ortadan qaldırılması 70 il ərzində Sovet İttifaqının mövcudluğu dövrü Türk dünyası arasında əlaqələri xeyli zəiflətdi. Yəni fiziki əlaqələri. Amma mənəvi cəhətdən Türk xalqı olaraq hamı bir-birini həmişə tanıyırdı və o xatirələrdə bu Turan inamı, Turan mənəviyyatı xatirələrdə həmişə yaşayırdı. Biz indi onu Zəngəzur dəhlizi vasitələ yenidən bütövləşdirməyə çalışırıq. Və əminəm ki, bu baş verəcək və bu bütün Türk xalqlarının tarixində çox böyük bir hadisədir, çox böyük tarixi bir hadisədir. Amma bununla da məhdudlaşmır Zəngəzur dəhlizinin əhəmiyyəti. Zəngəzur dəhlizi bugün ümumiyyətlə Azərbaycandan Ermənistan vasitəsilə Türkiyəyə və Türkiyədən Avropaya uzanan yol orta dəhliz layihəsinin çox mühüm bir segmentidir. Bu Avropa-Asiya arası əlaqələrin, yəni bütövlükdə Avrasiya materiki miqyasında əlaqələrin deyərdim ki, qan damarıdır. Yəni bu əsas qədimdə 2200-2500 il təxminən əvvəl qədim İpək yolu mövcud olub. Bax, bu Zəngəzur dəhlizinin bərpa olunması ilə Çindən başlayıb Avropaya gedəcək yol elə həmin qədim İpək yolunun bərpası deməkdir. Və əgər xatırlayırsınızsa, bu ifadəni ilk dəfə Heydər Əliyev işlətmişdi. Və o demişdi ki, qədim İpək yolunun canlandırılması və ya bərpa olunması kimi belə bir təşəbbüsdə bulunmuşdu, belə bir təşəbbüs irəli sürülmüşdü və elə Traseka layihəsi də ondan sonra əslində meydana çıxdı. Və bax, bugün həmin təşəbbüs həyata keçmək üzrədir. Zəngəzur dəhlizinin fəaliyyətə başlaması ilə Avrasiya bütövləşəcək. Avrasiyanın ən ucqar şərqindən tutmuş, ən ucqar qərbinə qədər olan məsafə dəfələrlə azalır. Dəfələrlə azalır. Yəni, baxın, indiyə qədərki marşrutlar keçib Rusiya ərazisindən. Həm Rusiyanın iqlim şəraitini nəzərə alsaq,
həm Rusiyada infrastrukturun bərbad vəziyyətdə olduğunu nəzərə alsaq. Ümumiyyətlə, tarix boyu Rusiyada heç vaxt ticarət üçün, beynəlxalq iqtisadi əməkdaşlıq üçün normal yol olmayıb. Və bu gün də yoxdur və yaxın gələcəkdə olmağı da heç ehtimal olunmur. Və ona görə həm də məsafə nöqteyi nəzərindən. Ona görə bu gün belə hesablayırlar iqtisadçılar ki, Çindən Böyük Britaniyaya, Londona qədər yol ən azı 2 dəfə azalmış olur. Əgər Cənubi Qafqazdan keçərək yüklər daşınacaqsa, ki başlayıb artıq bu daşımalar, ən azı 2 dəfə məsafə qısalmış olur. Və məsafə qısalırsa bunun dəyəri də ucuzlaşmış olur. Yəni yük daşımalı çəkilən xərclər bütün dövlətlər tərəfindən, ticarət subyektləri tərəfindən çəkilən xərclər azalmış olur. Nəticədə daha çox iqtisadi fəallıq yaranır, daha çox mənfəət əldə olunur, çünki qənaət edilir bəzi artıq yol xərclərinə. Və eyni zamanda bu orta dəhliz boyunca yerləşən ölkələrdə iqtisadi inkişaf baş verir. Bu tarixən də belə olub, hətta dəvələrlə daşınan yüklər zamanı da dəvələrin keçdiyi karvan yollarında həmişə iqtisadi inkişaf olub. Baxın, Təbriz, Bakı, Gəncə, Şamaxı, bütün bu şəhərlər qədim İpək yolu üzərində olan şəhərlər olubdur və ona görə də bunlar tarixən inkişaf etmiş şəhərlərdir. Və ona görə indi həmin tarixin təkrar olunması Azərbaycanın gələcəyi baxımından çox önəmlidir, çox əhəmiyyətlidir və bu Azərbaycanın düzdür, zəngin neft ehtiyatları var, qaz ehtiyatları var, digər təbii resursları var. Bütün bunlarla yanaşı Azərbaycanın coğrafiyası, onun coğrafi mövqeyi, o özü də bir sərvətdir, o özü də bir resursdur. Və bu resursdan səmərəli şəkildə istifadə etmək də siyasi bir qabiliyyətdir, siyasi bir məharətdir. Cavanşir müəllim, biz artıq verilişimizin sonuna çatmışıq. Son olaraq qısa bir sual verəcəm. 10-15 il sonra azad torpaqlarımızı necə görürsünüz? Bəlkə də dediyiniz müddətdən daha tez, bugün üzərində iş aparılan azadlıqda olan torpaqlarımız mənə elə gəlir ki, nəinki ölkəmizin, regionun, bütövlükdə Avrasiyanın, bəlkə də dünyanın ən gözəl güşələrindən biri olacaq. Bu həm turizm nöqteyi nəzərindən, həm yaşayış şəraiti baxımından, həm təbiət baxımından. Çünki Qarabağ və Şərqi Zəngəzur doğrudan da təbiətin ən gözəl güşəsidir. Yəni orada hətta biz yaşamasaydıq belə, tutaq ki də bir anlığa təsəvvür edək. O yenə də dünyanın ən gözəl güşəsi olaraq qalacaqdır. Sadəcə o gözəlliyi canlandırmaq və bütün dünyaya təqdim etmək tarixən Azərbaycana nəsib olub və ona görə də Azərbaycan xalqı xoşbəxt xalqdır. Təşəkkür edirəm Cavanşir müəllim, verilişimizə qonaq oldunuz, suallarımızı cavablandırdınız. Bugünlük bu qədər. Qeyd edeyim ki, verilişimizin qonağı Milli Məclisin deputatı Cavanşir Feyziyev idi. Gələn həftə eyni gündə, eyni saatda və eyni dalğada yenidən eşidilmək diləyi ilə sağ olun, salamat qalın.